hər meydana gələn yeni bir bidət firqə əvvəlkilərdən daha şərri, daha zərərli olur. Gözəl bir söz var, gələn gedənə rəhmət oxutdurur. Çıxan yeni bir bidət firqə elə zəlalətlərlə, elə fikirlərlə, elə şübhələrlə, elə təlbis və hilələrlə gəlir ki, əvvəlki bidət firqədən daha şərri, daha ziyanlı, daha zərərli olur. Görürsən ki, haqq əhli doğru yolda olub ibadət edənlər bu yeni çıxan bidət və zəlalət firqəyə, şübhə və hilə əhlinə daha çox uyur, daha çox tabe olur. Keçmişdəki bidət və zəlalət firqələri yalan danışmağı, yalan yerə şahid dayanmağı haram sayırdılar. Günah görürdülər. Əqidələri, mənhəcləri nə idisə, onu mərtcəsinə söyləyirdilər. Hətta ölüm anında, dar ağacında olsalar belə əqidələri nə idisə təlbis etmədən, hilə etmədən, yalan, yomaq danışmadan söyləyirdilər. Amma indikilərə baxırsan, indiki zəlalət, bidət, sapıq yolda olan firqələrə baxırsan, özlərin elə gizlədirlər, sanki qoyunun dərisin, qoyunun postun geyinmiş, sürünün içində gizlənən qurtdular. Vəziyyətə baxırlar, gedişata baxırlar, dərhal hilə, təlbis edərək əqidələrin, mənhəclərin oradakı vəziyyətə, oradakı gedişata görə dəyişirlər. Görürsən ki, xavariclərlə, ixvanlarla oturanda xavaric ixvan kimi danışır, hizbi mumeyyilərlə oturanda hizbi mumeyyilər kimi danışır, salih sələflər, əhlüsünnə vəl cəmaatla oturanda əhlüsünnə vəl cəmaat salih sələflər kimi danışır. Allah subhanahu və teala ən birinci bizləri bu hala düşməkdən qorusun, mühafizə etsin, uzaq etsin. Sonra isə bizləri belə şəxsləri tanımaqdan, belə şəxsləri bilməkdən elmli, savadlı, fərasətli etsin. Allah Teala kimlər ki bu şəkildə dəvət aparır, kimlər ki İslamın adı altında, ibadətlərin, salih əməllərin adı altında, Quran, sünnə, salih sələflərin, sahabələrin yolunun altında gizlənir, xain, hizbi, xavaric, ixvan, hilə, təlbis dəvəti aparır. Allah Teala onlara hidayət versin, onları islah etsin. Hidayət olub, islah olurlarsa nə gözəl. Allah Teala onları bağışlasın, onların tövbələrini qəbul etsin, onları haqq yola gətirsin. Amma tövbə etmək istəmirlərsə, Allahdan bağışlanma diləmirlərsə, hilələrinə, təlbislərinə, xəyanətlərinə davam edirlərsə, Allah Teala onları ifşa edib üzlərin açsın. Bütün cəmaat, bütün müsəlmanlar, bütün ibadət, o saf abid insanlar, haqq yolunu tutan, Quran, sünnə, sahabələrin yolunu tutan insanlar onları tanıyıb onların halından xəbərdar olsun. Allah Teala onların halını, vəziyyətini bildirmədən onların canın almasın. Necə ki salih sələflərimiz, alimlərimiz bidət və şər əhli haqqında dua edib deyərlərmiş ki, Allahım onların əsl üzünü, əsl əqidə minhəclərini, onların batilliklərini, sapıqlıqlarını cəmaata, müsəlmanlara bildirmədən onların canın alma. Qoy onlar öz dilləri ilə, öz əməlləri ilə göstərsinlər bunu. Hamı bilib onları tanısın, ondan sonra onların canın al. Yeni ortaya çıxan bu bidət və zəlalət firqələrinin heç biri özünə mən sufiyəm, mən ixvanam, mən hizbiyəm, mən aşariyəm, mən maturidiyəm, mən deobendiyəm, mən naqşibendiyəm, mən təzə həmbəliyəm demirlər. Özlərinə bu adı rəva görmürlər. Xalqı, cəmaatı, ibadət eləyən səmimi müsəlmanları aldadıb, hilə edib, çaşdırmaq üçün özlərinə əhl-i sünnə, yaxud əhl-i hədis, yaxud əhl-i sünnə mədrəsəsi, yaxud təzə həmbəlilər. Bax, belə adlar deyirlər. Məqsədləri, səbəbləri odur ki, doğru yolda olan insanları, haqq yolda olan salih sələfləri doğru yoldan, haqq yoldan azdırsınlar. Onlara mane olsunlar. Onları ibadətlərində çaşqınlığa salsınlar. Həqiqətən də mərdi mərdanə əvvəlki bidət və zəlalət firqələri kimi özlərin necədilərsə, hansı yoldadılarsa adlandırsalar, cəmaat üçün bilər, xalq üçün bilər.
Bilər ki, bu cəhmidir, bilər ki, bu sufidir, bilər ki, bu təsəvvüfçüdür, bilər ki, bu hizbidir, bilər ki, bu ixvandır, bilər ki, bu xavaricdir. Ona uyğun, ona müvafiq işin görər. Rahat olar. Bilər ki, bunlarla oturub durmaq olmaz. Bunlarla yoldaşlıq eləmək olmaz. Bunlardan elm götürmək olmaz. Amma bunlar hiylə yoluna, təlbis yoluna, özün gizlətmə yoluna əl ataraq özlərinə bu adların heç birini vermirlər. Mən sufiyəm, mən naqşibəndiyəm, mən hizbiyəm, mən ixvanam, mən təzə həmbəliyəm, mən deobəndiyəm, mən aşariyəm, mən maturidiyəm demirlər. Özlərinə deyirlər ki, mən hənəfiyəm, mən şafiyəm, mən həmbəliyəm, mən əhl-i sünnəyəm, mən əhl-i hədisəm. Bu adları verirlər. Səbəb doğru yolda olan insanları haqdan azdırmaq üçün. Hətta görürsən ki, cəmaatın içərisində namaz elə qılırlar, saqqal, isbal elə yerindədir ki, sələflər kimi, əhl-i sünnə və cəmaat kimi ayırmaq, fərqləndirmək olmur. Allah Taala bu kimi hiylə edən, təlbis edən, bu kimi insanları çaşdıran şəxslərin, adamların şərrindən bizi qorusun. Onlara hidayət nəsib eləsin, tövbəyə, haqqa gəlməyi nəsib eləsin, doğru yola yönəlməyi nəsib eləsin, islah nəsib eləsin. Allah Taala bizləri də onları da bağışlasın, bizləri də onları da hidayət etsin, bizləri də onları da haqqa doğru yola müvəffəq etsin. Amma kim ki islah istəmir, hidayət istəmir, doğru yola gəlmək istəmir, öz bidətin, öz təlbisin, öz şərrin yazır, Allah Subhanahu taala onların əsl üzün, əsl batillərin, əsl zəlalət yolların bu cəmaata, bu xalqa, bu ibadət edən insanlara və bütün müsəlmanlara göstərib, açıb, izhar edib, bəyan etsin.